Salam, bu üçüncü dərsimiz rəngləri tanıyaq dərsidir. Bu dərsdə robotumuza ətrafdakı rəngləri, xüsusən də RGB və HSV rəngləri ayırd etməyi öyrədəcəyik. Bu videoda sizə üçüncü dərsdə qeyd olunan Python kodunun izahını verəcəm. Hazırladığımız bu kod kompüteri qırmızı rəngi necə tanımağı öyrədir. Gəlin hər bir sətrin məqsədini öyrənək. İlk sətirdəki kodumuz OpenCV kitabxanasını daxil edir. Bu, bütün görüntü emalı və kamera funksiyaları üçün əsas alətimizdir. İkinci sətirdəki kodumuz NumPy kitabxanasını daxil edir. NumPy kitabxanası rəqəmlərlə işləmə imkanı verir. Bunun vasitəsilə biz hesablamalar edirik. Dördüncü sətirdəki kodumuz kompüterə qoşulmuş kameranı işə salır. Buradakı bir adətən xarici USB kameranı göstərir. Siz kompüterin daxili kamerasını istifadə edirsinizsə, bu sıfır olacaqdır. 5-ci sətirdəki kodumuz while true sonsuz bir dövr başladır. Bu, robot proqramlarında görüntünün daimi və real vaxt yenilənməsini təmin edir və biz kamera vasitəsilə görüntünü analiz edə bilirik. 6-cı sətirdəki kodumuz hər kameradan gələn bir kadrı qeyd edir və analiz üçün hazırlayır. 7-ci sətirdəki kodumuz əgər kameranın qoşulu olub olmadığını yoxlayır. Əgər kamera qoşulu deyilsə, bu zaman kodu dayandırır. 10-cu sətirdəki kodumuz kameradan gələn RGB kodu, RGB görüntünü HSV-yə çevirir. Bunun məqsədi odur ki, daha az işıq olan mühitdə biz görüntünü analiz edə bilirik. HSV bu funksiyanı bizə verir. Həmçinin bunun haqqında dərslərdə geniş bir izah vardır, baxa bilərsiniz. Lower red və upper red qeyd etmişik burada. Bunun məqsədi nədir? Bildiyiniz kimi rəng bir aralıqda verilir bizə və biz istədiyimiz rəngi seçə bilirik. Bu vasitəsilə biz gördüyünüz kimi kodlar yazmışıq və bu kodlar vasitəsilə biz qırmızının ən yuxarı və ən aşağı həddini qeyd etmişik. 15-ci sətirdəki kodumuz bu diapazonda olan rəngi ağ hissə ağ olaraq qeyd edir, qalan hissələr isə qara olaraq qeyd edir. Məsələn, deyək, qırmızı bir hədəf var, o zaman yalnız qırmızı hissələr görsənir, digər hissələr qaracıq qalır. Yəni, kod, bu mask funksiyası onun üçündür. Result hissəsində isə bizə lazım olan hissələri seçir. Məsələn, dediyim kimi qırmızı hissələr var, amma biz o hissələri seçməliyik. Result burada bitwise and funksiyası da həmən qırmızı hissələri seçir. CV IMShow bu isə bizə əsas görüntünü göstərir, yəni normal kamerada görünən görüntünü. Digər funksiyamız isə bizə seçdiyimiz, hansı ki burada seçmişdik yuxarıda, həmən seçilmiş görüntünü göstərir, yalnız qırmızı rəng görsənir məsələn. 21-ci sətirdəki kodumuz isə biz nə vaxt istəyirsə o zaman kodu dayandırmaq üçündür. Məsələn, mən burada true olaraq qeyd etmişəm, yəni qır düyməsinə basanda kod dayanır. Kod dayandıqdan sonra isə bu iki funksiya işə düşür. Biri bu yuxarıdakı hissə kameranı dayandırır, aşağıdakı hissə isə açılmış pəncərələri bağlayır. Kodda dərsdə bir tapşırıq verilib. Siz həmçinin də buradakı istədiyiniz rəngi seçərək kodda bir veb-sayt verir. Həmən veb-sayta daxil olaraq istədiyiniz rəngi tapıb, istədiyiniz hədəfi seçə bilərsiniz görüntüdən. Kodumuzun izahı bu qədərdir. İzlədiyiniz üçün çox sağ olun.